Yasamal rayonu 1-ci Alatava massivində aparılan qanunsuz söküntü işləri ilə bağlı saxlanılan Melisa Qrup tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub. Belə ki, sözügedən şəxsə Cinayət Məcəlləsinin əmlakı qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə ittiham verilib. İttiham öz təsdiqini taparsa, təqsirləndirilən şəxs 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, Xətai rayon məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsadət rədd edilib və onun barəsində 1 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Eyni zamanda cinayət işi üzrə iş icraçısı və ekskavatorun sürücüsü Qala İnullayev də məsuliyyətə cəlb olunub. Ona da eyni ittihamlar verilib və Xətai rayon məhkəməsinə onun barəsində təqdimat daxil olub. Onun barəsində də 1 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Xatırladaq ki, martın 27-sində Melisa Qrup tikinti şirkətinin əməkdaşları Yasamal rayonu 1-ci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola söküntü işləri aparıb. Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.